bezdirir də məni, bir də görürsünüz, çox yorur məni, bezdirir, amma mən onu heç vaxt çöldə qoymaram, heç bir vaxt. Yox, bilirəm sən. Qoymaram mən. Qoymaram, hə. Acıqlayıram, ondan sonra əsəb eləyir, məsələn, çox əsəblənirəm, şey eləyirəm, amma ki, heç vaxt mən çöldə qoymaram, yəni ki, onu. Heç bir. Birincisi gözləri görmür, günahdır. İkincisi də ki, gözü görür. Üzr istəyirəm, göz görürük, qapaqlar düşür belə. Bax, o cür müalicə elədilər, qapaqları açılmışdı. O şey, açqı taxmırdı. Allah haqqı. Esmina xanım, bu indi gözün üstünün əməliyyatı var, ondan elətisi olmaz, belə kəsib ki, ətin götürürlər, gözün üstünün... Ay bacı, ona kosmetolog lazım, kosmetolog, o gözü görür onu. Məndən yaxşı görür onun gözləri, prosto. Bu qapaqlar var, bu düşür bura, kleylənir. Maddə buraxır da, kley. Maddə buraxır, bax belə. Sən çəkməyə bura açılmır. Bu da belə qalır da, açılmır da. Belə eləyir, yazıq şey eləyir də, yaralayır. Bunu elə bir ki, yaralayır. Uy gözüm, uy. Ay mənim gözüm. Deyirəm eləmə. Sonra kosmetologdur, nədir deyə də bilmirəm. O lazımdır ki, kəsə çıxarda o əti. Göz belə da kley. Hə, göz belə darmanca qalar. Onda görə. Ay sağ ol, hə. Ondan sonra bir də görürsünüz açıldı. Açıldı gözlər. Ona o vaxtında Xəlil doktor demişdi, sənə bax əsəblə əlaqədardır. Hissənmək olmaz, ağlamaq olmaz, çığırmaq, bağırmaq. Çığıranda Allah saxlasın. Görmüsünüz. Məndən beş betər necə çığırır. Beyinlə əlaqədar da o naqruzqa düşür, olmaz. Mən göz qoyurdum, gedirdi, ancaq gözlərin yumurda belə, gedirdi yemək pişirməyə. O düz deyirsən, gözünün qapaqlığı eləyir. Sən böyük. Hə, gözünün qapağı. Ona o qədər deydi Xəlil doktor ki, get evində sakit otur da. Mən ona hətta yayda mən Zaqataladaydım. Dedim, getmə Bakıya, bax, dedim, Ceylan bacı, Bakıya getmə. Gəlirsən, gəl Zaqatalaya, təkəmdə nəvəmlə idim, böyük evdə eşikdə, otur burada mənlə. Yüz fırıldaq elədi, ay belim ağrıyır, ay gözüm ağrıyır, ay nə bilim nə qıçım tutuldu. Kim müddət ki, özünü versin bura. Küləyi gəlmişdi, gəldi, onlar da boşandı, başa düşürsünüz. Gəlməsəydi, bəlkə də boşanmazdılar, ayrılmazdılar. Uşaqlar da bir yerdə yaşayardılar. Başına bu bəlalar gəlməzdi, nə bilmək. Ayrı söz danışaq, sabahlarım indi onlar deyər ki, bizdən danışırsınız. Pisliyin danışmaq. Yox, yaxşı da danışanda, dillər pisli danışanda, ondan sonra boş vermək lazım, danışmaq. Yenə də mən ona bacardığım qədər yenə də düzdür. Küsürəm, inciyirəm, deyirəm belə eləmə, elə eləmə. Nə bilim, elə bildiyini eləyir. Sən yaxşısına deyirsən də. Bugün acıqlayıram, deyirəm, bacı, hamını öpə-öpə gəzirsən, bəsdir sənin ki, sonra da gəlib məni öpürsən. Qabağına kim çıxdı, öpür. Öpüşə gedir. Sonra da deyirəm, gəlib məni öpürsən, bəlkə virus olar, bir şey olar. Baxma da, bir var ki, insan sevdiyi bir adam olar, hörmət bəslədiyi də ürəyinə yaxın. Məsələn, orada aparıcını öpürsən, aparıcı heç istəməz ki, sən onu öpürsən, gedirsən, başqasını öpəsən. Düzdür? Birini öpərlər, ikisini qabağına kim keçdi, sallanır. Elki xəstəlik danırdı. Allah haqqı. Salam verəni öpür, salam verəni öpür. Nəysə. Allah ona can sağlığı versin. Allah həqiqətən bir ana kimi mən ona çox acıyıram, çox acıyıram dostlar. Allah ona can sağlığı versin. Allah ona bəzi şeylərin yaxşısını göstərsin. Daha üstü örtülü deyirəm də, yaxşı olsun hər şey. Nə deyim, nə bilim, daha nə deyim bilmirəm. İstəyirəm ki, yaxşı olsun. Allah qoysa yaxşı olar. Yazıqdır, əlbəttə ki, yazıqdır. Allah gözlə zarafat olmaz. Adam tutular, dura bilməz.
Məclisin bərisindən girib ayağına qədər milləti öpürdü da. Öpmədiyi adam buraxmırdı. Arvad demirdi, qız demirdi, gəlin demirdi, hamını öpürdü. Biabırçılığı. Toşlu. Merhaba deyənə bir öpüş. Bir öpüş yox evdə. Deyirəm, bəs deyirəm, məni öpmə də, sən Hə.